Bakıda torpaq uçqunu olub, avtomobillər altında qalıb. Hadisə paytaxtın Xətai rayonu Gəncə prospekti 29-35A ünvanında baş verib. Ötən gün axşam saatlarında yaşayış binasından bir neçə metr aralıda torpaq sürüşməsi baş verib. Sürüşmə zamanı bir neçə avtomobil torpaq qatının altında qalıb. Hadisə ötən gün axşam saatlarında Gəncə prospektində dayandığım bu ərazidə baş verib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmasa da ərazidə park edilən avtomobillərə ciddi ziyan dəyib. Məlumata görə daha əvvəllər burada tikinti işlərinin aparılması məqsədi ilə bu formada quraşdırılan beton bloklar yerindən çıxarılıb və daha sonra yenidən bərpa edilməyib. Məhz bu səbəbdən də ərazidə tez-tez sürüşmələr baş verir. Yaxınlıqdakı binada yaşayan sakinlər bildirirlər ki, eyni ərazidə dəfələrlə sürüşmə baş verib. Artıq 3-cü dəfədir ki, bu hadisə baş verir. Burada ən böyük təhlükə uşaqlardır. Altın yarısı uçub. 3 dənə maşın qalıb altında. Neçə illərdir belədir. Kimsə bunu eləmir də. Təbii fəlakətdir. Yağışlar yağır, torpaq boşalır. Belə üstdən aşağı gəlir. Sakinlərin sözlərinə görə sürüşmə prosesi hazırda da davam edir və ərazidə daha böyük uçqunun baş verməsi ehtimalı onları ciddi narahat edir. Onlar torpaq sürüşməsinin qarşısının alınması üçün istinad divarının inşasını istəyirlər. Burada əvvəl beton bloklar olub, amma onlar sonradan çıxarılıb. O bloklar olmadığı üçün burada getdikcə sürüşmə daha da intensivləşir və Əlbəttə narahatıq. Uşaqlar oynaya bilər. Bir şey hadisə ola bilər. Hələ fikir verir, sonra hələ uça da bilər yenə. Çox təhlükəli vəziyyətdir. Özünüz də görürsünüz. Yəni baxanda da görünür ki, biz 10 dəqiqə maşını burada saxlamağa qorxduq. Çıxdıq uşağı düşürtdük, gedirik buradan. Xəzər xəbərin bir neçə ay əvvəl də çəkiliş apardığı bu ərazidə oxşar hadisə baş vermişdi. Səhər saatlarında baş verən sürüşmə nəticəsində 5 avtomobilə ciddi ziyan dəymişdi. Sürüşmə ilə bağlı Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib. Onun sözlərinə görə ərazi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür. Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, torpaq uçqunu ilə əlaqədar tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və təhlükəli ərazi lentlə bağlanıb. Qeyd olunub ki, bu ilin 11 aprel tarixində intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra istinad divarının tikintisinə qərar verilib və bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılaraq tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulub. Nazirlik yaxınlıqda yaşayan vətəndaşlardan torpaq uçqunu baş vermiş sahəyə yaxınlaşmamağı və bu sahədən avtomobil dayanacağı kimi istifadə etməməyi xahiş edir. Nərmin Məmmədhəsənli, Vüsal Həşimov, Xəzər xəbər.